Bakıda fəaliyyət göstərən Flyblast Travel agentliyi ilə bağlı ortaya çıxan məlumatlar ciddi qalmaqala səbəb olub. İddialara görə şirkətin rəhbəri kimi təqdim olunan Rövşən Abdullayevin adı bir sıra ağır qanun pozuntularında hallanır. Kanal 21 Aspak.com-a istinadən bildirir ki, sosial şəbəkələrdə vətəndaşların şikayətlərinə görə Flyblast Travel agentliyi ilə müqavilə bağlayan şəxslər aylarla, hətta illərlə süründürməçiliyə məruz qalır. Proseslər süni şəkildə uzadılır və nəticədə bir çox hallarda viza alınmır. Daha da ciddi iddialara görə ödənişini geri tələb edən vətəndaşlara qarşı təzyiq və qorxu elementlərinin tətbiq olunduğu, müxtəlif bəhanələrlə pullarının geri qaytarılmadığı bildirilir. Bəzi şikayətçilər isə daha ağır iddialar səsləndirir. Onların sözlərinə görə bəzi hallarda xarici pasportlara vurulan vizaların saxta olması ehtimalı mövcuddur. Maliyyə məsələləri də ayrıca suallar doğurur. Vətəndaşların bildirdiyinə görə Rövşən Abdullayevin adı alınan Flyblast Travel agentlik müştərilərdən ödənişləri nağd şəkildə qəbul edir, lakin qanunun tələblərinə baxmayaraq fiskal çek təqdim etmir. Yalnız kağız qayma verilməsi isə nağd dövriyyənin gizlədilməsi və vergidən yayılma ehtimallarını gündəmə gətirir. Şirkətlə bağlı digər iddialar isə əmək münasibətlərinə aiddir. Qeyd olunur ki, müəssisədə təxminən 15-ə yaxın işçi çalışsa da, onların yalnız az bir hissəsi rəsmi qeydiyyatdadır. Qalan şəxslərin qeyri-rəsmi işlədiyi və əmək haqlarının nağd şəkildə alındığı iddia edilir. Bu isə dövlət büdcəsinə ödənişlərdən yayınma, sosial sığorta haqlarının gizlədilməsi, əmək hüquqlarının pozulması kimi ciddi qanun pozuntularını işarə edir. Əgər sadalınan hallar təsdiqini taparsa, bu fəaliyyət yalnız inzibati məsuliyyətlə məhdudlaşmaya bilər. Cinayət Məcəlləsinin 213 vergidən yayınma daxil olmaqla daha ağır hüquqi nəticələr doğura bilər. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi vergi siyasəti şəffaflıq və qanunçuluq prinsiplərinə əsaslanır. Bu prinsiplərin pozulması dövlətə qarşı maliyyə intizamının sarsıldılması kimi qiymətləndirilir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, kölgə iqtisadiyyatı vətəndaşların aldadılması və vergidən yayınma halları ilə bağlı ən sərt tədbirlər görülməlidir. Bütün bu iddialar fonunda isə əsas sual açıq qalır. Rövşən Abdullayevin adı alınan Flyblast Travel agentliyi ilə bağlı bu qədər ciddi məlumatlar olduğu halda aidiyyəti qurumlar niyə hələ də səssiz qalır? Ümid edirik ki, aidiyyəti qurumlar məsələ ilə bağlı araşdırma aparıb ictimaiyyətə açıqlama verəcəklər. Sonda isə Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən iddialarla bağlı heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.